Bura Xırdalan şəhərinin tam mərkəzidir. Ekopark yaşayış kompleksidir. Burada gözəl bir mənzilimiz çıxıb satışa. Mənzilimiz 65 kvadrat, 3 otağa düzəlmə, tam təmirli, rahatlıqla köçüb yaşaya biləcəyiniz gözəl bir yaşayış binaları da sizə təqdim edəcəyim. Gördüyünüz kimi uşaqlar üçün burada futbol meydançası, yeraltı qarajlar, bütün şərait var bu ərazidə. Sizə təqdim edəcəyimiz bina bu binalardandır, dəyərli dostlar. Baxın, tam ideal bir yaşayış kompleksi. Görürsünüz, tam ideal və gözəl bir yaşayış binasındandır. Gedək mənzilimizin içərisinə. Gəldik, çıxdıq dəyərli izləyicilər, bu gözəl mənzilimizin içərisinə. Qeyd etdiyim kimi 3 otağa düzəlmə, yarı əşyalı vəziyyətdə satılır. Əmlak sahibi təmirdən sonra yaşayış eləməyib. Təzə evdir, tam şəhərin mərkəzində yerləşir. Təqdimat elədim sizlərə zal studiya deyilən ərazidən. Həmin qonaq otağıdır, həmin mətbəx hissəsidir. Yüksək səviyyədə bahalı materiallardan istifadə olunub, ideal təmir edilib. Klassik təmirdir. Baxın, geniş ölçüyə malik, səliqəli, gözəl qonaq otağımız idi. Bura bizim evimizin əsas giriş qapı hissəsidir. Baxın, əsas qapıdan daxil olarkən mənzilin içərisinə, baxın, görürsünüz, mənzilimizə daxil olarkən bizi qarşılayır koridor. Sağ əl istiqamətində qonaq otağı, həm mətbəx. Uşaq otağımız, ümumi sanitar qovşağı, işıq şiti burada yığılıb. Burada böyük yataq otağımız. Gəlin, ümumi sanuzeli sizlərə təqdim edeyim. Yer istipoldur. Baxın, ümumi sanitar qovşağı, duş kabinanın yeri, hər bir şəraitdən tam təchiz olunub. Görürsünüz, hamamın moydadırına qədər quraşdırılıb. Yəni, rahat alıb köçüb, rahat yaşaya bilərsiniz. Solda yerləşir böyük yataq otağımız. Çarpayısı, şifaneri, hər bir əşyası var. Baxın, sadəcə əmlak sahibinin planı dəyişdiyinə görə satır bu gözəl gördüyünüz mənzilimizi. Bazar qiymətindən ucuz bir qiymətə təklif olunur. Ümumi kvadraturası 65 kvadratdır. Sənətimiz çıxarışdır. Dam qaydasında solda yerləşir uşaq otağımız. Uşaq otağının içərisindən eyvana çıxışdır. Baxın, belə bir normal uşaq otağımız var. Gözü səliqəli, evimizin pərdələrinə qədər hamısı quraşdırılıb. Burada eyvandır. Eyvan qranit vasitəsilə vurulub. İstəsəz cam balkon qoya bilərsiniz. Düşək indi isə evin həyətinə. Həyətin sizlərə təqdim edeyim binamızın. Videonun başlanğıcında qeyd etdiyimiz kimi. Diqqətinizə görə təşəkkür.